Dünyada olsa da çox doğmalara, yadlara faydam. Dünyada olsa da çox doğmalara, yadlara faydam. Amma nə idim ki, özümə bir gün ağlaya bilmədim. Dağlandı ciyərim, çəkdiyim bəlalardan. Əhvalımı kim sordusa, inan göz yaşımı saxlaya bilmədim. Əcəl çox tez bağladı bəxtin kitabın. Əfsus ki, bu kitabın bir xoş sözün oxuyub, varaqlaya bilmədim. Çıxıb getdi karivan, mən yalnız qaldım. Çıxıb getdi karivan, mən yalnız qaldım. Bu qorxulu çöllərdə bir həmdəmi tapıb, soraqlaya bilmədim. Mənim çətin günlərim o qədər çox oldu ki, ömrüm çatmadı, mən onları danışıb, saya bilmədim. Həsədlə, kinlə dolu olan dünyanın, həsədlə, kinlə dolu olan dünyanın bir xoş nəğməsini dinləyib, duya bilmədim. Sıldırımlar, uçurumlar yolumun üstə sipər oldu. Neynim ki, bu sərt qayaları aşıb, adlaya bilmədim. Ömür də, gün də keçdi həsrətdə, qəmdə. Bu həsrətin içində bir şirin yuxu, röya bilmədim. Bu fəna mülküdə, ay da, günəş də batdı mən üçün. Bu zülmət gecələrin, bir günəşli sabahın qarşılaya bilmədim. Əhməd, nəyi bilməsən də bir şeyi yaxşı bildim. Namərd qarşısında ciləylənib, ağlaya bilmədim. Allah şəhidimizə rəhmət eləsin. Allah məqamını uca eləsin. Tam sakin. Sən bu vətənin qəhrəman oğlusan. Adın dillər əzbəri, ürəklərdə yaşarsan. O qədər möhkəmsən ki, qayadan da əzəmətlisən. Əl çatmaz zirvəsən, başı qarlı dağsan. Nə qədər ömrüm var, unutmaram haqqını. Zülmət çökmüş könlümə, bir mənşəlsən, çıraqsan. Səni vəsf etməyə qələm aciz, söz aciz. Yazdığın sətirlərin sonundakı nidasan. Ömrünün baharı solub getdi çöllərdə. Sən gördüyüm röyanda arzulanan qonaqsan. Böyük hünərlə, geniş ürəklə, kiçik məzarda, gül çiçəyin içində yatan bir qəhrəmansan. Sən bağlara əsən həzin meh kimisən, yazın ətrin gətirən xoş ruzigarsan. Bir payız səndən bir dəfəlik ayrıldı. O gündən döyüb pəncərəni bizi səsləyən yağışsan. Sənsizlik soyutdu məni şirin həyatdan. Özün öz məzarına yağan ağ bəyaz qarsan. Hər gün, hər saat səni düşündüm. Kaş biləydim dünyada hardasa sağsan. Sən arxasınca süründüyüm kölgə kimisən. Hərdən mənə yaxınsan, hərdən məndən uzaqsan. Bəlkə də baxıb mənə səmalardan gülürsən. Sən günəşin şüasıyla evə düşən işıqsan. Gəlmişəm deyəm, mövludum mübarək, ey məni tənha qoyan. Nakam taleyinlə qəlbimdə gül açmayan arzusan. Əhməd, yazdığın şeirinlə bu xəlqə yadigarsan. Doğma elə obaya, daim arxa dayaqsan. Çox da şikayət etmə, desinlər bivəfasan. Nə qədər vəfalı olsan yenə, bəxti qarasan. Nə qədər vəfalı olsan yenə, bəxti qarasan. Allah rəhmət eləsin, Seydəcimi Allah rəhmət eləsin. O bir yerdə deyir ki, çox da şikayət etmə dostlardan Seyyid, görünür özün bəxti qarasanmış. Onu o vaxtı bir 25-30 il bundan qabaq ədəbiyyat müəllimləri, professorlar televizorda müzakirə edəndə mənə çox qəribə gəldi. Amma mən bu tarihi 30 ildən sonra yaşayandan sonra bildim ki, bəli, Seyyid, özün bəxti qarasanmış. Allah bu bəxti bu cürlə yazılanlara səbirlər versin və onların qəhrəman evlatlarına Allah rəhmət eləsin. Döyüşdən əlsiz, ayaqsız, gözsüz, əzaları olmayanlarımız var, qayıdıblar, ağrı acı çəkirlər. Onlara Allahdan
dözüm diləyirəm. Səbir diləyirəm ki, Allah onlara güc qüvvət versin ki, bu ağır, bu çətin günləri aşa bilsinlər. Qardaşlar, bu axirət üçün belə deyirlər ki, düşünməyin o 1000 il, 2000 il məsafədə olacaq. Bəlkə də Qur'an deyir ki, səhərdir qiyamət. Biz onu bilmərik, Allah bilir. Allah təbərrək və təala çox sirləri bizlər üçün Qur'anda açıb. Amma bir neçə şeyi məsləhət bilməyib. Bizim nə vaxtı, harda, necə ruzilənəcəyimizi, nə qədər ömür yaşayıb, harda dünyamızı dəyişəcəyimizi o öz təqdiri ilə yazır, amma biz bunu bilmərik. Yəni, məna itar burada. Ona görə də hər bir şeydən nədir? Gerək hazır olasan, niyə? O günkü günə ki, şəhadətli oxuyub təslim olasan ona.